Salamlar. Hal-hazırda yol gedirik. 40 dərəcə göstərib isti, amma hiss etdiyiniz 50-60 dərəcədir. Dəhşət istidir. Bunu indi paylaşsam da bir gün əvvəlcəni təsvir edin. Çünki niyə? Yəni bir gün əvvəl gedirik, montaj eləyirəm, çəkiliş eləyirəm, ondan sonra hazırlayıram, düzəldirəm və sizin huzurunuza yollayıram və siz baxırsınız. Dəhşət yol gedənə qədər təsəvvür edin ki, kondisioner yansa da belə maşında bağrımız çatlayırdı istidən. Bir dənə gözləyirik ki, basenliyə, belə deyək, suya baş vuraq. Çox şükür, əlhəmdülillah. Gəldik 11 gecəyə. İndi bəli ödənişlərini eləyib, gedirik içəri. Girişi pullu idi, bildiyiniz kimi 5 yaşa qədər uşaqlar pulsuz, 5 yaş üstü 20 manat, həftə sonu 25 manat idi və biz bura həftə sonu getdiyimiz üçün və 5 yaşlı üstü uşaqlar olduğu üçün 25 manat adam başı ödədik, 4 nəfərə 100 manat ödəyib və daxil olduq içəri. Salam qızlar, bugün gəlmişik. İnanırsınız bir dənə isti var, dəhşət dərəcəsində isti var. Gəlmişik 11 gecəyə və çox gözəldir, belə göstərim. Atraksiyonları çəkəcəm sizinlə. Çox möhtəşəmdir. Kızları da gösterim size. Kızlar suya girmeye çalışırlar. Çok qəşəng maraqlıdır. Ne atraksiyonlarını göstereyim size. Bakın. Atraksiyonlarıdır. 3 çeşit var. Qəşəng maraqlıdır. İni göre uşaqlar maraqlı olacaq ya yok. Kalkırız sürüşkenlere gelir kurgulara. Zeynep de buradadır. Yok görünmüyor. Ha. Geç. Burada da Stray Kids diye.
Abi ne? Ayağın göğe qalxınca Abi batarsan. de video çek. Çəkirəm də elə. Allah. Videodasan da. Ama bağlı tutsun. Hə. Gəl başının arxasını eləyim. Gətir. Gəl bura. Niye sabitim koyalım? Olmadı. Aç gel rezini giyip gir buradan içeri. Hə. Təzədən başladım. Hə. Ama kolçağını kaldıracak. Ah! Kaldırır. Qızlar hovuzdan çıxmırlar. Gördüyünüz kimi çox maraqlı, çox əyləndilər. Həqiqətən də sadəcə bir mənfisi vardı ki, hovuzu, yəni ağız-bağız doldurmuşdular. Məsəl üçün necə deyim, 1.50 hovuzun dərinliyidir, 1.50. Yəni özlərindən soruşmuşdum səhifələrindən. Demişlər ki, 1.50-dir, tam 1.50-ni doldurmuşdular. Əslində 1.50-dən 1.5 sm da aşağı eləsəydilər, hamı tam rahat şəkildə üzə bilərdi. Mən fikir verdim, orada xanımların çoxsu üzə bilmirlər. Mənim kimi moş kimi dayanıblar kənarlarda və yaxud da ki, yoldaşı ilə, yəni yoldaşı yanında üzməyə çalışırdılar ki, birdən ayaqları, yəni necə deyək, düzgün istiqamətdə qoymasalar, yəni boğulmasınlar baseyndə, yəni suyun içində. Eynən mənim kimi. Amma bir şey var ki, uşaqların könlüncə olduğunu, akvaparkı, yəni belə deyək də, atraksiyonu çox qəşəng idi. Birini açmamışdılar, 4 dənə atraksiyonu var idi. Amma birini açmamışdılar. O birində də yəqin ki, su hissəsi işləmirdi. Mavi olan sürüşkəni biraz, yəni uşaqlara daha yaxşıdır. Böyüklər daha çox belə adrenalin xoşlayırlar. Ağla, qırmızı adrenalin idi. Çox maraqlı idi. Yəni xoşumuz gəldi. Sevdik də bir sözlə. Biz hələ bundan daha yaxşılarına getmişdik. Məsəl üçün Atlanta getmişdik. Atlantda dəhşət dərəcədə atraksiyonlar çoxdur və hər surətdə də var. Yəni istəyir orta, istəyir bərk, istəyir yavaş. Yəni möhtəşəmdir də. Düz orada bəzi gələn müştərilər var idi ki, istirahətə gələnlər var idi ki, Atlantı pislədilər. Amma heç də yəni yəni hələ mən Atlant qədər olan atraksiyonun gözəlliyini, yəni onun həyəcanını heç bir yerində görməmişəm. Yəni bir çox istirahət mərkəzlərinə getsək də belə, yəni hələ ki 10 üzərində 10 mən ora verərdim. Bura isə 10 üzərində hardasa 10 üzərinə hesablayanda 5 falan verərdim. Və sürüşkənlərdən belə deyək də atraksiyonlardan sürüşən zamanlarda yağmur biraz səmtini düz qoymamışdı. Bel hissəsi, yəni onurğa hissəsinin orta hissəsinə, bel hissəsinə çatan yerdə cızıqlar yaranmışdır. O da uşağın, yəni mən yenə deyirəm, yağmur düzgün oturmayıb, yəqin ki, içərisində düzgün sürüşməyib. Balaca yüngülcə belə cızıq vardı. Yəni yağmur kürəyindən zədə almış kimi oldu. Hələ də indin özündə də, yəni səhərsi günüdür, çəkilişlərimi hazırlayıram, davamını düzəldirəm, montajını eləyirəm. İndi hal-hazırda sizinlə və siz buna axşam baxacaqsınız. Yağmur hələ də, yəni tam sökünə bilmir, biraz yağmur zədə aldı. Amma buna baxmayaraq hər şey gözəl idi. Heç yəni həvəsimizi öldürmədik, hər şey gözəl keçdi. Burada Zeynəb çox sataşır Yağmura. Yəni güya mən Yağmura qışqırtma eləyəcəkdim, amma Zeynəb heç imkan vermədi. Elə ancaq qışqırdırdı o. İkilə gedəmir, gedirdi, dəyirdi ona, gedirdi ki, sataşırdı, cəsarət eləyirdi. Suyun içində ayaqlarından yapışırdı. Açkilər var idi deyə rahat şəkildə üzürdü. Suyun altındadır və başımıza bir hadisə gəldi. Yağmur açkisini itirdi, yəni su açkisini itirəndən sonra çıxana yaxın, evə gələnə yaxın açkimiz tapıldı. Amma Allahdan 4 dənə açkı götürmüşdük hərəmizə. Dedim mən də üstəm açkımı taxarım, mən üzə bilmədiyim üçün açkımı verdim Yağmura və bir dənə də böyük bir hadisə gəldi. Məsəl var, giyinirsən, giyinib bəzən düzənsən, gedirsən buradan basa-basa həmin yerə. Əsas şey yaddan çıxır. Vəlinin plyajlı şortiki evdə qalmışdı və dəhşət. Açdım, şortik yox. Adətən Vəli şortikini giyinir gedir, yəni altdan keçirdir. Yəni belə deyək də paltarın altından, şalvarın köynəyini, nə bilim nəyin altından keçirdir gedir. Nəysə, Vəlinin şortiki evdə qalmışdı. Dəhşət açdım, gördüm, tapa bilmədim. Adətən Vəli şortikini giyinir gedir və yəni evə qayıdan şortikini, yəni çöl şortikini sumkaya qoyuram adətən. Vəli bunu tərsinə elədi. Çöl şortikini giyinib getdi və yəni plyaj şortiki evdə qaldı. Halbuki yəni mən arxayın oldum ki, Vəli şortikini altdan giyinib üst-üstə şortik giyinib gedir. Sən də heç geyinməyibmiş. Getdi gördük, wow, nə, şortiki yox. Axırda Vəli oradan getdi bir dənə şortik aldı və dedim ki, Vəli əgər şortik tapa bilməsə, heç mən də suya girməyəcəm, Vəli ilə oturacağam bu kənarda. Uşaqlar da dedi ki, yəni əgər ata şortik tapa bilməsə, ana biz də girməyəcəyik suya və biz əl birliyi ilə birləşmişdik. Deyir el gücü, sel gücü və yaxud da ki, yəni güc birlikdədir. Yəni Vəli girməsəydi biz də girməyəcəkdik suya. Allahdan şortik tapıldı və uşaqların duası qəbul olundu və oradan şortik satırlarmış aldıq. Düz əslində
şortikləri çox baha satmırdılar. Yəni tutalım 3-4 manata, 15 manata qoysalar da, bəli 10 manata alsa da, şortik qapıdan çıxana yaxın hələ tam çıxmamışdıq. Yəni baseyndə şortik arxadan yırtıldı. Sizə göstərəcəm onu da. Və bacılar, yeriniz məlum, süfrəmizi açdıq. Bunları evdən hazırlayıb gətirmişdim. Keçəncənə düzdür, grilli qutabdı. Tələmtələsikdən aldıq. Yaxşı belə deyim də, tanıdığımız bir insandan sexi var və oradan götürdük. Amma hamısı möhtəşəm idi, çox ləzzətli idi. Grilli vəbşi super idi. Əllərinizə sağlıq. Buradan onları salamlayıram, bilirəm videoma baxırlar. Burada uşaqlar uca acımışdır. Başladım onlar üçün qəşəng süfrə hazırlayam ki, yesinlər. Düz uşaqlar üçün ayrı lijanka götürmüşdük, bunu görəcəksiniz və orada oturub əyləşib və yeyirdilər. Deyəcəksiniz o qablar hardan? Qablar piknik qablarımdır və onları aparmışdım. 4 dənə adam sayı və 6 dənə stəkanla opşu götürmüşdüm ki, birdən uşaqların əlindən düşər stəkan. Yəni orada yumağı yer yoxdur. Əlavə stəkanımız olsun. Vilka, qaşıq, bıçaq hamısını götürmüşdüm. Amma bir dənə, 2 dənə stəkan əlavə götürmüşdüm və burada yedik nuşel olsun bizə. Və bu çimərlikdə belədir ki, hər şey qoyurlar, bütün yeməklər qoyurlar. Sadəcə olaraq bir dənə girişi ödənişlidir. Girişi də 25 manat. Dəsmal gətirməmsən, dəsmal da verirlər sənə. Plus əlavə razivalkalar var. Razivalka otaqlarında açarlı şkaflar var. İstəsəz əlavə əşyalarınızı aparıb qoyub oradan qapını bağlayıb, yəni şkafın qapısını bağlayıb açarınızı özünüzdə saxlaya bilərsiniz. Yəni şərait qurublar. Əladır. Yeməyi də özümüzdən aparmaq mənim üçün çox xoş olur. Çünki uşaqlarımın istədiyi yeməyi doyunca apara bilirəm. Bir də var ki, restoranda bir ətək pul tökürsən, amma ortalıqda heç nə yoxdur. Sadəcə atışdırmalıq nəsə yeyirsən. Uşaqlar da düzəməlli doymur, nə özümüz doymuruq. Ona görə belə yerləri daha çox seçirik ki, həm yeməklərimizi aparaq, suyumuzu və yaxud da ki, içəcəyimiz digər, məsələn, kola, fanta və s. digər şirəli, belə deyək də, şirin soklarımızı da aparaq və getməyiniz məsləhətlidir. Yağmur, yemək yeyəsiz, yemək yeyəsiz. Neyinirsən ki? Möhkəm deyindir. Portugalya. Katar. Otur da, oturan kimi elə. Oyun tapıblar, oynayırlar. Türkiye seni çekelim. Kazakistan. Kazakistan. Kulaklar çok önemli. Rumenya. Zəzi, buradan geçən tullanın heç kəs yoxdur, arxası geçən düşəcək. Hadi. Sen keş, Zəzi tez. Deməli qızlar, biz gəldik bura. Min bir gecədir. Şeydir, istirahət yeridir də. Akvaparkı da var, atraksiyonlar da var. Çox qəşəngdir, həqiqətən də çox maraqlıdır. Həqiqətən, yəni xoşumuza gəldi gəlməyinə. Amma məsəl üçün növbət dəfə başqa bir yeri sınamağa, yəni düşünürük, başqa bir yeri sınamağa. Biz əslində buranı daha çox böyük gözləyirdik də. Yəni hovuzu düzdür, böyükdür, bir də əhatəsində oturacaq yerləri qoyublar. Amma suyu dəhşət dərindir. Yəni mənim boyum 1.55-dir. Suya girirəm. Su mənim hardasa bax barmağımın ucunda, ayaq barmağımın ucunda dayansam, su mənim bax buramdadır. Təsəvvür eləyin. Qolçaqsız yəni mümkün deyil də. Yəni ən azından sənin boyun 1.65, 1.70 olmalıdır ki, sən rahat üzə biləsən. Mən demək olar ki, baseyndə üzə bilmədim. Ancaq morş kimi suyun kənarında durdum. Amma uşaqlar qolçaq gətirmişdim deyə qolçaqla üzdülər. Akvaparkından istifadə elədik. Çox qəşəngdir. Uşaq üçün 2 dənə hovuzu var. Bir dənə yumurta fari, bir də dairəvi balaca. Amma böyüklər üçün orta bütün hovuzdur da, belə deyək. İndi buradan da çəkəcəm sizin üçün. Daha aydın görməkdən ötürü baxarsınız. Amma yəni gələ bilərsiniz. Yəni gəlsəz, yəni peşmançılıqla gedə bilməzsiniz. Bir də girişini nə qədər verdi? 25 manatdır. Uşaqlarla dedik ki, 5 bal üzərindən 3 veririk. O nədir? Yəni 5 balıq çərdən 3 veririk. Şey yoxdur, düzdür. Yox.
İndi o qiymətimizə ziyandır, xeyirdir, yoxsa 5 baldan 3 qiymətləndirilir. yəni qiymətdə fərqi var. 5 balda 3 nədir ki? Bilmirəm axı. Bilmirsən qanad bilmirəm. Denəndə Uşaqlar belə bilirlər, sən bilmirsən, mən nə deyim? yox bilmirəm. Həqiqətən bilmirəm. İlk dəfə 5 eşidirəm. ballıq cədvəldən 3 veririk də. Qiymətlərdə qiymət almamısan, biz 3 veririk də. Hə, ümumi sizin fikriniz. Elə bilirəm ki, qapıdan girişdə qiymətin şeydir. Bilmirəm onun nə qiymətimize nə aidiyyəti var. Dırnaqla bağlanır. Belə həqiqətən də, yəni 5 baldan hesablayanda mən də 3 verərdim. Bir şey var ki, 3'ü də nə üçün verərdim? Yəni burada yemək sərbəstdir. Yəni istədiyin şəkildə, akkuratlı şəkildə yemək gətirirsənsə, icazə verirlər, su, yemək icazə verirlər. Yox, əgər istəmirsənsə, yəni restoranlar var, buradan da ala bilərsiniz. Biz özümüzlə yemək gətirmişdik. Öz yeməyimizdən yedik, suyumuzdan içdik. Yəni kifayət elədi. Hələ artıq yeməklərimiz qaldı. Ev aparacaq, daha şey evdə yeyəcək. Orasın da. Hə, bəs necə? Visi var, visi var. Visi də var. Orası geyinmə otağıdır, biləsən də. Qız çıxan geyim otağıdır. Biri visidir, biri də göz ayaqlarını da bağlayıb yeyə bilərsən. Ta çağırın geyinmirsiniz. Yəni gel, o biraz da şeyləsinlər. Nəysə qızlar, biz hazırlaşaq, geyinək. Səslər kəsərsən. Sabahınız xeyir olsun qızlar. Deməli, dünən gəldik, dünəndən sonra heç nə çəkmədik. Çünki çox yorğunuyduq, Çünki çox yorğunuyduq. Yəni heç nə çəkmək halımız yoxdur. Heç özümüzü belə tərpətə bilmirdik, belə deyək. Neysə qızlar, və canlarım, gözlərim. Bu gün isə inanın bu sumka, uşaqların kupalniki, bizim kupalnik və yaş dəsmallardır. Elə qoydum axşam bir dənə apardığımız yeməklərdən. Onları bastım xaladelnikə. Vəsiyo. İndi isə istəyirəm ki, buradakiları görüm nədir. Hə, bu quru paltarlardan qalıb. Yağmış üçün bir-iki dənə paltar aparmışdım. Sonra üstdən xalat aparmışdım. Və narkotiklər, yəni qolçaqlar. Bunu da 4 dənə aparmışdım. Birini, yəni 4 qolda, cüt, 2 cüt. Biri gördük deşilir, boşalır. Və açkilərimiz. Açkiləri də yuyacağım. Deməli, başımıza nə gəlib qızlar? Yağmurun açkisi itdi. Suyun içinə düşdü, tapa bilmirik. Suyu, Allah, yağmur digər açki ilə girir suyun altına, görə bilmir. Kimsə ayağına ilişib, gelib çıxıb o tərəfə. Axırda kimsə tapıb, sağ olsun, götürməyib də. Çıxardıb qoyub hovuzun qırağına. Ondan sonra da Zeynəb tapıb gətirib. Elə. Bunu da çıxartmaq istəyirəm. Bunlar yaş dəsmallardır. Bunları da istəyirəm yuyum. Atım bura. Yaşları bura atım. İndi bir dəfəlik yuyacağım onları. Özümü çəkmirəm qızlar. Çünki başımı görsəz qorxarsınız. Soğan baş eləmişəm. Burada da kupaniklərdir. Bunları da atım bura. Bir de kupaniklərin içinin pleçi var. Onları çıxardım. Kupaniklər. Bunları da yaxalayıb qoyacağım. Bu dəsmal təmizdir. Bunu yumayacağım. Vəsiyo, sumkamız boşaldı. Yaş şeylər qutardı. Bunu da içini. Əslində bunu da ata bilərəm maşına. Prosto qorxuram ki, yəni bu dəniz sumkasıdır. Yəni rəngindən biraz ehtiyat edirəm ki, çıxar, çıxmaz, qalmışam belə. Amma ata bilərəm maşına. Neysə, bunu bura qoyum. Bunu inanırsınız, bunu Türkiyədən almışıq. Zagar kremi. Biz hansı zagar kremini alırdıq? Düzdür, dəhşəti dərəcədə yanmırdı, qoruyurdu. Amma ona baxmayaraq, yenə də narazı qalırdıq da. Buna baxın, gözəlliyə baxın. SPF 50 olanı mütləq şəkildə bunu alın. Bu həm uşaqlara gedir, həm böyüklərə gedir. Biz bunu Türkiyədən almışdıq keçən il İstanbulda. Bu hədiyyəli idi, yanında da bədən geli var idi. Təsəvvür edin ki, o qədər gözəldir, yağ kimidir. Sprey halındadır, vurdun, başlayırsan bütün, yəni çiynivə vur, qolun, kürəyin, hər tərəfinə vura bilərsən. Yəni yağ kimi yaylandı. Son görək burada nə var. Burada da əslində çox şey var. Ora mikrofon aparmışdım. Hələ inanırsınız. Mikrofonu gah tuturam işlədilməsini, gah tutmuram. Mentosu almışdım. Bu mentoslar çox qəşəng çıxdı. Yəni kiminsə ürəyi bulanırsa, saqqız deyil də.
O qədər gözəldir də. Bunun içine baxaq görək nəyimiz var. Daraq qoymuşdum. Açarım. Qoy. Daraq açarım. Belə çıxardıram. Aparacağım otağa. Nədir broşka? Broşka. Burada da broşkalar var. Bir de maşında, taksidə təsəvvür eləyin ki, riski o 2 dənə qolbaq taxmışdım. Biri yaşıl belə təbii daşlı qolbaqlı idi. Biri sadə muncuq idi, qara rəngdə. Baxın, bu təbii daşlıdır. Bu sadə muncuqdur. Birdən-birə ikisi də qopdu, qataraq töküldü əlimdən maşının içinə. Bir də maşının içindən şey yığmışıq, muncuqlar. Bu sumkalar, əslində bu sumkalar yumaya da bilər, hə? Çünki yeni gedəcək deyə. Bir-iki dəfə də gedək ondan sonra. Əlimdəkiləri aparım. Oy, qoyum, gör nə qəşəng yerə düşdü. Qoyum da sonra görək nə edirik. Sumkaları boşaltdım və maşına yığdım çikli paltarları, hovuzdan gələn mayoları hamısını atdım paltaryana və kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmursunuz. Daima izləyin ki, çox gözəl, möhtəşəm vloglarımız gələcək. Hələlik.